Azərbaycanda insanlar valideyn olmaq istəmir. Bunu mən demirəm. Bunu statistik rəqəmlər deyir. Son 80 ildə Azərbaycanda ilk dəfədir ki, doğum sayında bu qədər azalma var. Diqqətlə qulaq asın, rəqəmləri sizlərin diqqətinə çatdıracağım. 2024-cü ilin yanvar-may ayında Azərbaycanda 43 min uşaq dünyaya gəlib. Rəqəmə diqqət edin, 43 min. 2025-ci ilin yanvar-may aylarında Azərbaycanda 38 min uşaq dünyaya gəlib. Yəni, bir il əvvələ nisbətdə 5 min uşaq az doğulub. 2026-cı ilin yanvar-may aylarında isə Azərbaycanda 28 min uşaq dünyaya gəlib. Yəni, bir il əvvələ nisbətdə 10 min uşaq az doğulub. Bu faciədir. Bu demoqrafik faciədir Azərbaycan üçün. Qeyd edeyim ki, 1947-ci ildən bu yana, yəni 80 ildən sonra ilk dəfə də Azərbaycanda belə göstərici qeydə alınır və bu göstərici artan qrafiklə, yəni bizə ziyanla davam edəcək. Bir sözlə, ölkədə heç kim valideyn olmaq istəmir.